Bir neçə gündür sosial şəbəkələrdə Nəsim Parkında aparılan qanunsuz tikinti ilə bağlı mövcud vəziyyət müzakirə olunmuşdu. Monitorinq nəticəsində hazırda gördüyünüz bu obyektin söküntüsünə start verilib. Qeyd edim ki, bu obyekt artıq söküləcək və park əvvəlki vəziyyətinə qaytarılacaq. Sumqayıt şəhərində son günlər geniş ictimai müzakirəyə səbəb olan qanunsuz tikili ilə bağlı məsələ öz həllini tapıb. DEM Mediası xəbər verir ki, şəhərin ən çox ziyarət edilən istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında inşa edilən obyektin qanunsuz olduğu müəyyən edildikdən sonra dərhal söküntü işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin apardığı monitorinqlər nəticəsində məlum olub ki, sözgüdən tikili müvafiq icazələr olmadan və şəhərsalma normalarına zidd şəkildə inşa olunub. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən obyektin ləğvi ilə bağlı qərar qəbul olunub. Söküntü işləri Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib. Proses zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub. Hazırda park ərazisində təmizlənmə və bərpa işlərinin aparılması nəzərdə tutulur. Məqsəd ərazini əvvəlki vəziyyətinə qaytarmaq və sakinlərin rahat istirahətini təmin etməkdir. Nizami Rəsulov, xüsusi olaraq Dinastiv üçün.